Salam əziz dostlar, hər birinizi xoş gördük. Mən Mürsalova Günlarə. Bu gün tərbiyə və dəyərlər verilişinin qonağı Montessori Təlim Mərkəzinin rəhbəri, indi özü daha yaxşı açıqlama verəcək Aysa Ağaverdiyevadır. Gəlin Aysa xanımı yaxından tanıyaq, sonra mən suallarımı ünvanlayacağam. Bir də salam, çox sağ olun dəvət etdiyinizə görə. Mənim adım Aysə Ağaverdiyeva və Montessori Mərkəzi Casa dei Bambini'nin təsisçisi və rəhbəri artıq 15 il. Artıq 15 ildir ki, bu işdə çalışırsınız. Ümumiyyətlə, tərbiyə və dəyərlər verilişinin məqsədi valideynləri, tərbiyəçiləri, müəllimləri maarifləndirməkdir. Aysa xanımın qeyd etdiyi kimi, Montessori təlim mərkəzində pedaqoq kimi çalışır özü və bizim bugün Aysa xanıma sırf bu təlim barədə suallarımız var. Mən ilk sualım belə olacaq ki, sizə Maria Montessori kimidir və onun məqsədi, ideyası nə idi? Montessori özü ad kimi çox egzotik görsənir bizim millətimizə və bu da təbiidir. Amma hiss olunur ki, xanım İtalyan olub. Maria Montessori 1870-ci ildə anadan olub, 20 yaşında birinci həkim təhsilini alıb, diplomunu alıb, xanım həkim olmuşdu İtaliyada. Yəni, bu çevriliş olub. Çünki ondan öncə hər zaman kişilər olublar, həkimlər. Öz üzərində çox işləyən bir qadın və həkimlikdən savayı fəlsəfəçi olub, antropoloq, elm işçisi, ana, həkim dediyimiz kimi və böyük müəllimə. UNESCO-nun təşəbbüsü ilə 4 müəllimin adı tarixi yazılıb. O müəllimlər kimdir? Yəni, təhsilə töhfə verən və görüş bucağını tam dəyişdirən. Dewey, Kirchenstein, Maria Montessori və Anton Makarenko. Yəni, Maria Montessori təhsildə bir çevriliş, bir inqilab edən bir insandır. Belə deyək, azad düşüncə, sərbəst fikir deyəndə ağla ilk gələn məhz Montessori təlimidir. Bizə maraqlıdır ki, bugün nəyə görə Azərbaycanda, dünyanın müxtəlif, demək olar ki, dünyanın hər yerində bu yanaşmadan hər kəs istifadə edir. Nədir məqsəd? Əslində, yanvarın 6-sında 1907-ci ildə Maria Montessori öz birinci uşaq bağçasını açıb və mən fəxr edirəm ki, onun bağçasının adını biz götürə bildik, o imkan verildi bizə, Casa dei Bambini və artıq 100 ildən çoxdur ki, bu pedaqoji sistem çox aktualdır. Yəni, bir söz var, trend, dəbdə olan, onlar gəlib gedənlərdir. Onların yaşı azdır, 3 il, 5 il, 10 il, 20 il. Amma 100 ildən çox yaşayan bir pedaqoji sistem o deməkdir ki, dərin məsələlərə girişir, gözəl nəticələr verir və artıq 140 ölkədə, dünya üzərində bu sistem çox populyar və aktiv işləyir. Bəzi hökumətlər Montessori proqramını öz hökumət proqramlarını, təhsil proqramlarını ediblər. Dünyada 2 Montessori universitet var. Maria Montessori deyirdi ki, uşaq dövrü 0-dan 24 yaşa qədərdir. Yəni, 18 yaşdan 24 yaşa qədər o universitet zamanıdır. Doğrudan da çox populyar və çox aktual bir metoddur. Çünki uşağı tam başqa cürə görür. Məsələn, necə? Sizin uşağınız varmı? Bəli. Siz balanıza, bilmirəm, hər bir ana uşağını həddindən artıq çox istəyir və hər zaman öz arzularını və istədiklərini və öz həyatında reallaşdıra bilməyən hətta belə məsələləri istəyərdi ki, uşaq onu gerçəkləşdirsin, düzdürmü? Amma Maria Montessori deyir ki, bunlar gözəldir. Amma hər bir uşaq öz potensialı ilə doğulur. Və valideynin ya da böyüyün vəzifəsi ondan ibarətdir ki, o potensialı üzə çıxarıb
imkan versin ki, uşaq öz resursu ilə və potensialı ilə inkişaf etsin. Yəni sadəcə fasilitatorluq edib yol göstərsin. Yəni Azərbaycanda, Bakıda da çox populyardır. Biz həkim ailəsiyik və bizim uşağımız yalnız həkim olmalıdır. Biz hüquqşünasıq. Düzdür. Nəsillikcə. Və necə də istəyərdim ki, mənim nəvəm də bizə oxşayıb bizim yolumuzu keçsin. Təbii ki, onların böyük tarixləri var, başa düşürəm, bildiklərini ötürmək istəyirəm və s. Amma bəlkə sizin uşağınız sadəcə rəssamdır. Bəlkə onu xoşbaxt edən tam başqa bir sahə olacaq. Ona görə siz soruşdunuz ki, necə yanaşmalıdır? Birincisi, uşaqda şəxsiyyət görmək lazımdır. Onun maraqlarını qorumaq və qarşılamaq lazımdır. Fərdi inkişafını, hər bir uşağın fərdi inkişafını. Onun üçün Maria Montessori deyirdi ki, hərəmiz uşağını sevir, nəvəsini çox istəyir, qardaş, bacı, balaca olanda biz onları həddən artıq ürəyimizdə vermək hazırıq. Maria Montessori deyirdi ki, bir sevgi kifayət deyil. Hər bir ana, ata, valideyn uşağını tanımalıdır. Amma uşağı tanımaq üçün onu müşahidə etmək lazımdır. Şərait yaratmaq lazımdır. Müşahidə edəndən sonra sizin uşağınız sizin üçün tam başqa bir tərəfdən açılır. Siz onun maraq dairəsini görürsünüz, siz onun tələbatlarını hiss edirsiniz, onun ehtiyaclarını və yaxşı ana, ata onları bilib və görüb uşaq üçün düzgün mühit yaratmalıdır. Axı Maria Montessori deyirdi ki, böyük müəllim olmalı deyil, böyük bələdçi olmalıdır. Bu nə deməkdir? Uşağın marağı ilə bəli yol. Yəni o mühiti yaradanda siz ona imkan yaradırsınız. Ki sənin marağın var, buyur, bu rəfdə. Sən istəyirdin, yadındadır, orada görə bilərsən. Yəni uşaq bizim proqramımızla getməyəcək. Uşaq özündə daxil olan proqramla inkişaf edəcək və bunlar tam fərqli yanaşmadır. Aysə xanım, burada mühit də rol oynayır. Məsələn, deyirsiniz ki, uşaqlar istədikləri tərəfə və yaxud da istədikləri əşya, maraqlandıqları hər hansı bir məsələyə, belə deyim də, diqqətini ayırırlar. Yəni mühit də önəmlidir burada. Mühit də məsələn, belə deyək, burada. sizin mərkəziniz olsun və bir valideyn kimi mən olum. Mən evdə o şəraiti yarada bilərəm övladıma. Çox gözəl bir sualdır. Çünki valideynlərin çoxu deyir ki, bunlar nədir axı? Bunu mən evdə də heç zaman Montessori peşəkar, professional mühitini evdə yaratmaq mümkün deyil. Birincisi, uşağın yaşdan 3-ə qədər ya 3 yaşdan 6 yaşa qədər müvəqqəti bir zamandır və siz o 3 ilə görə misal üçün 50.000 manatlıq avadanlıq almayacaqsınız. Bu bir. İkincisi, ev şəraitində bu mühit işləyə bilməz, çünki yalnız Montessori bələdçi, Montessori guide Avropada və Amerikada deyirlər. Bizdə Montessori müəllimə mütləq olmalıdır orada, mühitin içində. Çünki o materialı işlətmək bacarağı olmalıdır. Onun üçün təlim, təhsil alırlar. Yəni xüsusi böyük almalıdır. Üçüncüsü də Montessori qrupada kiçik cəmiyyət var. Yəni 3 uşaqdan çox olan bir toplama artıq cəmiyyət hesabı olunur və o kiçik cəmiyyətin öz qanunları var. Biz böyüklər qanunlara riayət edirik. Uşaq da ya bağçada, ya mərkəzdə, ya dərnəkdə bəzi qanunlara riayət etməlidir. Ona görə ev şəraitində %100 Montessori mühitini yaratmaq qeyri-mümkündür. Amma çox gözəl çıxış yolu var. Montessori evdə məsələsi. Çox maraqlı bir mövzudur. Yəqin ki, biz indi dərinə getsək vaxtımız çox olacaq. Amma siz mənə 2-3 dəqiqə versəz, mən çalışaram. İzah edim. Yəni, siz evdə yaşayırsınız, yoldaşınız, valideynləriniz ya başqa bir uşağınız və sizin hərənizin öz yeri var. Mənim də öz yerim var, mənim evimdə. Misal üçün, dəhliz, ya koridor, ya hol. Nə üçün? Mən gəldim, paltarımı çıxartdım, yataq otağına girdim, ya qardirob otağına paltarımı dəyişdirdim. Ondan sonra hamama girdim, əllərimi, əl-özümü yudum.
keçdim mətbəxə, ya keçdim qonaq otağına, düzdürmü? Bizim yerimiz var və hər bir əşyanın ona aid olan Yeri var. bəli. Uşaq üçün də eyni zaman yer olmalıdır. Təbii ki, hər uşağın sizin evinizdə, başqasının evində yeri var. Amma Montessori deyirdi ki, uşaq sizin evinizdə elə bir Lilliput Gulliver'ın Özgə biri kimi yaşayır. Gulliver'ın aləmində yaşayır. Yəni uşaq sizin dizinizin ya qarnınızın boyundadır. Uşaq üçün xüsusi olaraq ona aid olan, onun yaşına, onun fiziki xüsusiyyətlərinə aid mühit yaranmalıdır. Misal üçün koridorda uşaq gəldi. Montessori təklif edir. 2 sini olsun. Biri ağ, biri qara, ya biri açıq, obrisi tünd. Açıq rəngin sinisində Uşağın adı yazılsın. yox, uşağın şəp-şəpi. Yəni təmiz ayaqqabı ev üçün. Amma bayırdan gələndə bala sən ayaqlarını çıxardıb bura qoyursan qara sinin üstünə. Bu birinci qaydadır. Sonra misal üçün 2 dənə ya dolab, ya 2 dənə səbət. Qış gəlir, payız gəlir, bayırdan gələndə papağı, şərfi, əlcəyi bura qoya bilərsən. Bu da sənin kiçik boyuna görə asılqan. Üst paltarı çıxardanda buradan asa bilərsiniz. Necə bilirsiniz? Uşaq sevinəcəkmi buna? Məncə sevinər. Şəxsiyyət kimi yanaşır. Sevinəndən sonra uşağınız gəlib 1-2 dəfə paltarını yerə atsa və siz desəz ki, bax mən asıram öz asılqamla. Sən də buradan bunu asa bilərsən. Birincisi özünə hörmət edəcək. Çünki hiss eləyəcək ki, ana ya ata buna hörmət edib bunun üçün asıblar. O onu şuur altı hiss edir. Mənim öz yerim var, mənim səbətlərim, mənim öz ayaqqabı yerim var misal üçün və s. Uşaq keçdi hamam otağına. Uşağın mütləq əli çatmalıdır suya. Siz onun üçün indi IKEA-nın pilləli xırda taburetlər satılır, əşya çoxdur həddindən artıq. Marağınız varsa buyurun, həmişə müraciət edə bilərsiniz. Mən sizə böyük məmnunla bu mövzunu açaram. Hamam otağı mətbəxə girdi, öz yeri olmalıdır. Hətta belə qonaq otağı ya istirahət otağı varsa evdə, onun öz öz kreslosu olmalıdır. Öz masası və öz oturacağı və öz balaca xalçası və öz balaca kitabxanası. Onda uşaq özünü əsl ailə üzvüsü hiss edib Dəyərli hiss edəcək. Siz onu dəyərləndirirsinizsə, onu hiss edəcək. Təbii ki, özünə inamı artır, özünü qiymətləndirmə və çox vaxtı valideyn deyir ki, mən istəyirəm ki, mənim uşağım özünə güvənsin, güclü olsun, hamıya cavab versin. Özgüvənli olsun. Onlar deməklə deyil. Onlar sizin o uşağınıza öz yanaşmağından asılıdır. Yəni uşağın o daxili formalaşmalıdır. Amma sizin sözünüzlə yox, sizin əməyinizlə. Əməyinizlə. Bəli. Belə bir sual vermək istəyirəm. Sağlamlıq imkanları məhdud olan uşaqlar var. Bilirsiniz, məsələn, Down, autizm sindromlu. Belə uşaqlarla necə işləmək olurmu? Montessori yanaşmasını tətbiq etmək olurmu? İndi də suallar gəlir, çox-çox zənglər gəlir və valideynlər soruşurlar. Axı mənim uşağım xəstə deyil, mən onu nəyə görə Montessoriyə verməliyəm? Bir növ sual, obraz sual. Yox, mən uşağımı verməyəcəm. Siz də orada xəstə uşaqlardır. Ya mənim uşağım əqli gerili və iflic ya autizm və s. mən onu götürə bilərəm ya yox. Özü Maria Montessori bu tibb həkimi olandan sonra çox maraqlı bir əhvaldır. Tibb həkimi olandan sonra ona iş vermirdilər. Axı qadın idi, birinci xanım İtaliyada. Və o qədər vaxt, zaman sərf elədi ki, iş tapsın. Axırda hamını yığmışdı. O çox belə Sözünü deyən və sözünün dalınca gedən bir insan idi, xanım idi. Axırda o qədər yığmışdı hamını. Onu dedilər ki, bilirsən nə, get orada işləyəcəksən və onu Aligafren xəstəxanasına göndəriblər. Aligafren uşaq idiot, uşaq
əqli gerili, yəni Sağlamlıq inkişafı, imkanları məhdud olan bəli, və uşaqların inkişafı mərkəzidir. çox ləngimə, nitq inkişafı və s. o uşaqlara deyirdilər və Maria Montessori birinci vaxtlar şokda idi. Çünki bunu gözləmirdi. Təbii ki, o həkim idi. Neynədi? Oturdu və müşahidə etdi. Axı o həkim idi və həkimin birinci aləti müşahidə etməkdir. Müşahidə edəndən sonra başladı uşaqlara nəsə təklif etmək. Yəni 10-20 uşaq psixi xəstəxanasında və birinci vaxtlar görürdü ki, bəzi uşaqlar yeməkdən sonra, nahar vaxtından sonra çörəyi oğrayıb, çörəkdən nəsə Düzəltmək yapırdılar. Nəsə düzəldirdilər və o başa düşdü ki, bu uşaqlar hamı yox, amma çoxu darıxırlar. Bunlara nəsə vermək lazımdır, ya əllərinə, ya beyin işləsin və başladı yaratmaq, material yaratmaq və başladı bu uşaqlarla işləmək. Onun 1-2 ildən sonra bu işin nəticəsində o Romada keçdiyi olimpiyada ibtidai siniflər arasında üzrə uşaqların arasında Maria Montessori öz uşaqlarında idiot, oligofren uşaqları göndərir. Və siz necə bunu başa düşərsiniz ki, birinci 5 yerin içində 2 uşaq Maria Montessori'nin əqli idiot, oligofren uşaq oldular. Bu bunun birinci təsdiqi oldu ki, mən bacarıram və mən əsl həkim və ondan savayı mən pedaqoq və müəlliməyəm. Günlərin bir günündə o çox əlləşdi, yəni bu uşaqlar üçün və həddindən artıq çox material yaratdı. Və bu materialları yaradanda o vaxt artıq görkəmli elm işçiləri Jean Piaget, Paul Séguin, Itard, Pestalozzi, Froebel və s. və bunların işlərinə, elm işlərinə əsaslanaraq bu öz nəzəriyyəsində yaratmaq başladı. Amma günlərin bir günündə Maria Montessori adi uşaqları görüb, başa düşür ki, mən bu qədər vaxtımı sərf eləyirəm və 100%-dan yalnız 10 ya 20% uşaqlara kömək edə bilirəm. Amma mən adi uşaqlarla işləsəm, 100%-ünə kömək edə bilərəm, çata bilərəm, bəli. Yəni mənim zəhmətim dəqiq ünvanlı 100 uşaqdan 100-ünə də faydalı olacaq. Ayrı seçkilik edilmədən belə başa düşdüm ki, hər kəsə şamil oluna bilər bu yanaşma. Bəli, Maria Montessori özü çox din insanı olub, katolik olub. O deyir ki, ona yuxuda Ioan Pavel gəlib və o onu yuxuda eşidib ki, sən artıq adi uşaqlarla işləməlisən, çünki onlara daha faydalı olacaqsan. Və ondan sonra Maria Montessori başlayır adi uşaqlarla işləmək və 1906-cı ildə yanvar ayında öz birinci adi uşaqlar üçün olan uşaq bağçasını yaradır və o zaman, o vaxtdan yalnız adi uşaqlarla işləyib. Amma Maria Montessori'nin metodu, materialı indiyə qədər terapiya şöbələrində çox aktiv istifadə olunub və əvəz olunmayan bir vəsaitlərdir. Amma səhv salmayaq. Yəni bizdə, bizim mərkəzimizdə o işləyənlər təəssüf ki, yalnız adi uşaqlarla işləməyi bacarırlar, çünki o təlimi alıblar. Amma normatipik və xüsusi uşaqlarla işləmək üçün ayrı bir təlim və təhsil almaq lazımdır. Yəni o bizdən asılı olmayan bir məsələdir. Növbəti sualıma keçmək istəyirəm. Mənə bunu özüm etməyə kömək et prinsipi nə deməkdir? Bu haqda nə deyə bilərsiniz? Əslində bu prinsip şua adlandırmaq bəli olar və biz demişdik ki, uşaq şəxsiyyət kimi yanaşmaq. Yəni uşaq doğulandan çox şeyi bacarır. Amma biz ona inanmırıq.
Və Maria Montessori deyirdi ki, uşaq nə qədər yerdə böyüsə, üzr istəyirəm, o qədər yaxşıdır. Əldə yox və yumşaq döşək üstündə yox, yəni yerdə. Nə üçün? Biz hamımız heyvan aləmindən gəlmişik və uşaq böyüdükcə antogenez, filogenez bir-birlərini təkrar eləyib, uşaq heyvan aləmindən bəzilərini təkrar edir. Yəni su aləmindən çıxır, gezmir, iməkləyir və yalnız ondan sonra ayaqüstü durub, yanıb, gezə bilir. Və bu mərhələləri keçmək üçün uşağa imkan vermək lazımdır. Nə qədər az əlimizdə daşısaq, o qədər tez irəliləyəcək və fiziki cəhətdən tez böyüyəcək. Artıq qorumağa çalışırıq, amma səhv etmiş oluruq. Yəni nə mənada? Biz ona inanmırıq. O da ola bilər. Biz onun təbiətinə uyğun yanaşmırıq. Və biz ona lazım olmayan köməkliyi göstəririk. Amma o bizə çağırış verir. Mənə imkan ver, bunu özüm edim. Artıq uşaq ayaqüstü durub. Hər bir valideyn ananın və atanın ən arzuladığı bir mərhələdir. Bəli, balamız getdi, ayaq atdı, addım atır və s. Amma bir həftədən sonra, 2 həftədən sonra ana başını tutub, bəsdir, ora getdin, bunu açdın, bunu dartdın, bunu sürüdün, bunu dağıtdın. Hətta ən çətin mərhələ deyirik ona. Bəli. Amma uşağa imkan vermək lazımdır. Təbii ki, onun üçün şərait yaratmaq lazımdır, amma bunun haqqında biz başqa bir verilişdə danışacağıq. Montessori evdə, ya evdə Montessori. Artıq uşağın əlləri işləyir və bu ayaqüstü dayanır. Və bu sərbəst hansısa fəaliyyət növləri ilə məşğul ola bilər. Misal üçün, özü üçün su tökə bilər. Tökə bilərmi? Tökə bilər. Onun qaydası var necə öyrədək. Amma onu bacarar. Düyməsini düymələyə bilər. Üzünü silə bilər. Əllərini yuya bilər. Üzünü yuya bilər. Özü üçün nəyisə doğraya bilər. Özü nəyisə sərbəst şəkildə yeyə bilər. Amma və çağırış edir ki, mənə imkan ver, bunu özüm edim. Yox, deyir ana. Mən səni özüm geyindirəcəyəm, çünki mən onu səndən tez eləyirəm. Biraz da dəyərlərlə bağlıdır yəqin ki. Bəli, mentalitetlə bağlıdır. Ananın da heç vaxt vaxtı çatmır. Yaxşı, ananın vaxtı yoxdur. Bəs nənə, bəs dayənin borcudur uşağı imkan versin ki, uşaq o işləri özü edib, özünü inkişaf etdirsin. Və invalid sözü var. Bu sözdən çoxu qaçırlar, qorxurlar. Əslində invalid nə isə bacarmayan bir insandır. Şikəst deyil, yox. Nə isə bacarmayan bir insandır. Və biz uşağı invalid vəziyyətinə gəlib çatdırırıq. Misal üçün, məktəbi, bağçaya gedir, biz onu geyindiririk. Halbuki mən ona 1 yaşından imkan versəm, uşaq yarım il ərzində kalqutkasını da, şalvarını da, paltarını da əri-büyri geysə də amma geyinəcək. Və onu özü sərbəst şəkildə eləyən zaman mən uşağıma deyirəm, sən bacardın, səndə alındı, artıq sən böyüksən, siz necə bilirsiniz? Uşağın şuuraltı. Motivasiya vermiş olursunuz. Motivasiya, özünə güvən, özünə inam, özünə qiymət. Mən böyüyəm, mən bacaram və bizim millətimizdən çoxu üzr istəyirəm. Rus uşağı, Ukrayna uşağı, balası gəlir və deyir ki, misal üçün, hətta belə bizdə, mən böyüyəm, mən özüm eləyəcəm, mən istəyirəm, mən düz dedim və təsdiqləyir. Çünki anası ona balacalıqdan yedizdirmək, geyindirmək, onu həvalə edir ona. Ona inanır. Yəni pis etsə də zaman-zaman düzələcəyinə inanır. Belə deyək də, alınacağına inanır. Onsuz da əyri-üyrü edəcək. Və o təbiidir. Və birinci addımları mən də atanda, siz də atanda düşüb yıxılırdıq və s. O demək deyil ki, mən uşağıma verməyəcəm, yıxılmasın. Yıxılsın, təcrübəsini alsın, düz geyməsin, başa düşsün ki, narahatdır, ayağı sağ ayaqqabısını sol ayağa və s. hiss etsin.
Onlar vacibdir. Yəni hər bir uşaq öz təcrübəsini yaşamalıdır və onu yaşayandan sonra o bacaracaq. O yolları keçməlidir mütləq şəkildə. İmkan verək. Ona görə mənə imkan ver. Bunu özüm dedim. Nə üçün? Ki mən böyüyüm. Ki mən özümə güvənli olum. Ki sən mənə nə vaxtsa arxa olum sənin üçün, ana, ata. Çünki sən mənə imkan vermisən, mən düzgün böyüyüm, mən düz yolla inkişaf edim və s. Və ondan sonra uşaq məktəbə gedəndə siz onun çantasını yığmırsınız, siz onun masasını daimə silmirsiniz, qaydaya salmırsınız, siz onunla ya onun yerinə dərs etmirsiniz, özü bacarır. Çünki 1 yaşından özü əllərini yuyurdu, sadəcə üzünü silirdi, yeməyini yeyirdi, suyunu içirdi, paltarını dəyişdirirdi və s. Bir məqama toxunmaq istəyirəm. Mən düşünürəm ki, məsələn, Azərbaycanda 18 yaşına çatmış bir şəxs artıq ailədən ayrılmaq qərarına gəlsə, bu onun üçün çox çətin olacaq. Amma məsələn, xaricdə yaşayan uşaqları görəndə onlarda belə bir vəziyyət olmur. Hətta 16, 17, 15 yaşından da ailədən kənarda yaşaya bilirlər. Amma bəlkə yenə də deyirəm, burada mentalitet dəyərlər də öz rolunu oynayır. Görürük ki, düzgün deyil. Həqiqətən də uşaqlara şərait yaratmaq lazımdır. Onların fərdi inkişafına dəstək olmaq lazımdır. İcazə versəz. Mənim çox sevdiyim bir dənə anekdot var. 80 yaşlı qoca ağbaş bir kişi evə gəlir və yoldaşından soruşur. Uşaq evdədir. Bəli. Uşağın da 60 yaşı var. Bu Azərbaycandır. Özü də Azərbaycanın və Bakının gözəl tərəfləridir bir tərəfdən. Bəli, biz öz uşaqlarımıza həddindən artıq çox bağlıyıq və anamla gündə 5 dəfə danışmasam, deməli nəsə gün o bir tərəfdən çıxır. Düzdürmü? Burada psixoloji mənada da separasiya məsələləri var. Bu bir. İkincisi, təəssüf ki, bizim böyüklərimiz heç zaman özünə neylənsə başlarını qatıb maraqlanmaq istəmirlər 50-60 yaşlarından sonra. Hobbiləri belə çox deyil. Üçüncüsü də etibar etmirik uşaqlarımıza. İnanmırıq və s. 18 yaş deyirlər ki, bəli, hər bir 15 yaşından hətta belə valideynlərlə ayırmaq istəməlidir. Yəni bunun istəyi olmalıdır. Görəsən mən ayrı yaşasaydım, görəsən mən və s. Bu suallar bunun başında olmalıdır, necəsə yaranmalıdır. 18 yaşında da bunu bacarmayacaq ayrılmaq. Çünki 18 yaşdan Avropada, Amerikada uşaqlar artıq işləyə bilər. Year gap 1 illik icazə alıb heç nədən məşğul olmayıb yalnız işləmək ixtiyarları var. Təbii ki, pul qazanırlar və tək yaşaya bilərlər. Bizdə o şərait yaranmayıb. Bilmirəm, bəlkə Bəli, bizim məqsədimiz odur. Bizim məqsədimiz odur ki, insanları maarifləndirək, valideynləri, müəllimləri maarifləndirək. Ən azı bilməsək belə nəyəsə dəstək olmuş olaq. Son olaraq sizə belə bir sualım var. Montessori təliminin Azərbaycan üçün nə cür gələcək vəd edə bilər? Nə deyə bilərsiniz bunun haqqında? Montessori təlimini deyəndə siz neyi nəzərdə tutursunuz? Misal üçün mən məktəbə qədər yaşlı uşaqlarla və bu sahələ məşğul oluram. 6 yaşdan 12 yaşa qədər artıq bizdə Evrika liseyi nəzdində Montessori School açılıb. 12-18 yaşlı məkanlar bizdə yoxdur. Mən vurğulayardım Montessori yanaşma. Yəni Montessori təlim biraz belə hələm tezdir. Amma Montessori yanaşma, yəni biz valideynlərə ünvanlayırıqsa bu sualı ya bu cavabı, Montessori yanaşma çox maraqlı bir yanaşmadır və əslində Montessori pedaqoji sistem fəlsəfə tərzidir və lifestyle və həyat üsulu, həyatı yaşamaq bir üsuldur. Niyə görə? Yenə də mən uşağıma hörmət edirəmsə, mən həyat yoldaşıma da
başqa cürə hörmət edəcəm və öz valideynlərimə bu çox vacib bir məqamdır. Çünki yalnız sən o balacaya, o kiçiyə, səndən boyda, bacarıqda doğrudan da çox kiçikdir, amma sən ona hörmət etməyə bacarsan, öyrənsən, sən başqalarına tam başqa cürə yanaşacaqsan və bu artıq fəlsəfə Tək tərzi övladın olur. üçün yox, həm də özün üçün dəyərli bir insan olursan. Bəli, insan transformasiyaya keçir. Ona görə indikilər deyirlər ki, yəni bu nə deməkdir Montessori müəllimə olmaq? Mən çox gözəl, 25 il təcrübə olan, uşaq bağçasında işləyən, tərbiyəçiyəm. Bəli, mən sizə həddindən artıq çox hörmət edirəm. Amma biz 2 ilə o təhsili alana qədər mənim 2 ali təhsilim var. 3-cü Montessori. Mən heç bir ali təhsil, 5 illik ali təhsil alanda bu boyda şuur transformasiyasını keçməmişəm. Mən təzədən doğulmuşam və təzədən formalaşmışam və mənim böyüyə, kiçiyə, həyata, marağa, təhsilə qarşı yanaşmam tam dəyişib. Və bu transformasiyaya keçməmiş Montessori müəllimənin ixtiyarı yoxdur, özünü Montessori adlandırsın. Ona görə hörmətli tərbiyəçilər, sizin marağınız olsa, birinci növbədə araşdırın, baxın, bilin, soraqlaşın, bizə zəng edin, mənə zəng edin. Hər zaman. Hətta sizin səhifəniz də var, onu da deyə bilərsiniz. Bəli. Instagram səhifəsində daha geniş məlumatlar verirsiniz. Mən sizi oradan tanımışam. Çox sağ olun. Fikirlərinizi belə deyək də 1 ilə yaxındır mən sizi izləyirəm və çox dəyərli fikirlər. Hətta öz övladlarıma belə sizin dediyiniz fikirlərdən istifadə Nə edib gözəl. xeyrini görmüşəm. Çox sağ olun. Mənə çox xoşdur, həddindən artıq ki, mənim belə bir imkanım var öz doğma Azərbaycan dilimdə. Burada Montessori haqqında danışım, inanın ki, mənə nə dərəcədə çətindir. Təəssüf ki, mən rus dilliyəm, artıq heç nə edə bilmərik. Amma artıq Azərbaycan dilli oluram və mən çox arzulayardım ki, doğrudan da Montessori haqqında Azərbaycan dilində nə qədər çox məlumat olar, o qədər yaxşıdır. Əlimizdən gələni edirik və maarifləndirmək də eyni cür yəqin ki, bu yaxınlarda imkan olacaq. Aysə xanım, sizə çox təşəkkür edirəm gəldiyiniz üçün, qonağımız mənə olduğunuz xoş üçün. İnanıram ki, sizin fikirləriniz insanlar üçün dəyərlidir və inanıram ki, bu verilişimizin hər kəs üçün xeyri olacaq. Sağ olun, görüşənədək. Sağ olun. Bir də sizə təşəkkürümü bildirirəm. Sağ olun, Çox sağ çox olun. sağ olun. Hamıya böyük uğurlar.